Salam əziz izləyicilərim, necəsiniz? Hər vaxtınız xeyirli olsun. Bugün belə gözəl kiçik küftəciklərdən şorba hazırladım və istədim ki, sizlərlə də paylaşım. Başlayaq hazırlamağa. Deməli, bunun üçün qırmızı soğandan istifadə etdim. 2-3 dənə kiçik ölçülü qırmızı soğanı xırda-xırda yeməklik doğradım və beləcə yağda, bitki yağında və yaxud da ki, siz yemək yağından da istifadə edə bilərsiniz. Mən zeytun yağından istifadə etdim. Qovururam yaxşıca və 2 bibər, 3 kökü də xırda-xırda doğrayıb soğançını əlavə edib yenidən qovuracağam. Köklə bibər biraz qovrulduqdan sonra buraya bir orta ölçülü pomidor da xırda şəkildə doğrayıb əlavə edib hamısını bir yerdə yaxşıca qovururam. Bu arada sizdən bir xahişim var. Əgər hələ də mənim kanalımı izləyib abunə deyilsinizsə, kanalıma abunə olun, rəy yazın və öz dəyərli fikirlərinizi mənimlə bölüşün. Beləcə artıq pomidorumuz da qovrulmağa başladı. Qovrulduqdan sonra buraya ədviyyatlarımızı əlavə edək. Mən sarı kök və duzdan istifadə etdim. Siz yəni istiotda əlavə edə bilərsiniz. Bizdə sevilmir deyə mən əlavə etmədim. Duz və sarı kökümüzü də əlavə etdikdən sonra suyu əlavə edirik. Çaynikdən hardasa 1 litr qədər su əlavə edib gözləyirik ki, qaynasın. Kənarda isə hardasa 300-400 qram qiyməmizin üzərinə mən yenə qırmızı soğandan istifadə etdim. 2 kiçik qırmızı soğanı xırda-xırda doğradım və qiyməmə duz, sarı kök, nanə qurusu və biraz da kişniş şüd kimi göylərdən xırda-xırda doğradım. Qiyməmə əlavə edib küftəciklər hazırlamağa başladım. Küftələr dağılmasın deyə buraya bir dənə yumurta, bir də hardasa 2 dilim miqdarında qara çörəyi isladıb azacıq suda suyunu möhkəm əlimlə sıxdıqdan sonra qiyməmin üzərinə əlavə edib yaxşı-yaxşı yoğurub küftələr hazırladım. Şorbanın suyu qaynayana qədər mən küftələrimi hazırladım və xanımla bilmirəm siz də edirsinizmi? Mən küftələrimi biraz soyuducunun buzluq gözündə saxladıram ki, daha bərk olsun. Yəni suyun içərisinə əlavə etdikdə qaynar suda açılmasın. Deməli küftələrim hazır, suyum da qaynamağa başlayır. Bu zaman ərzində 2 dənə kiçik kartofu soyub, xırda-xırda doğrayıb kənarda gözlədirəm ki, suyu qaynayandan sonra küftələrimi əlavə edim. Sonra isə kartofları və hardasa 100 qram miqdarında kiçik verməşli, bilmirəm, biz cin verməşli deyirik. Siz necə bilirsinizsə, kiçik-kiçik verməşlilər olan şəhriyyədir, səhv etmirəmsə, buna şəhriyə də deyirlər. Onu da əlavə edirik, gözəl şorbamızı bişirməyə başlayırıq. Xanımlar, bu yeməyi mənim övladlarım çox sevdi. Adi küftə hazırlayanda, məsələn, onun küftələrini yemirlər, yəni bəyənmirlər niyəsə. Amma bunu çox bəyəndilər, yəni sevərək yedilər. İndi mən videonun sonunda necə bəyənib yediklərini paylaşacağım, siz də şahid olacaqsınız. Deməli, verməşilimizi də əlavə edirik və xub bişiririk. Kartofumuz və verməşilimiz tam yumuşalana qədər şorbamızı hazır edirik. Sonda isə mən hərəsindən hardasa yarım dəstə qədər kişniş və şüydü xırda-xırda doğrayıb şorbamın üzərinə əlavə edirəm. Bu zaman xanımlar qapağını örtürük. Göyərtimizi əlavə etdikdən sonra isə qazı söndürürük ki, yəni göyərtilərimizdəki olan vitaminlər çox da ölməsin. Bu məqama qədər məni izləyən hər kəsə təşəkkürümü bildirirəm. Siz də hazırlayın. İnanın, övladlarınız bu yeməyi çox sevəcək. Əgər küftə yemirsə, küftənin ətlərini mənim övladlarım kimi bəyənmirsə, balalarınız, yəni bu yeməyi çox bəyənəcəklər. Həm də vitaminli və çox sağlıqlıdır. Siz göyərtilərə nanə və digər göyərtilər də əlavə edə bilərsiniz. Yəni mənim əlimdə bunlar var idi. Mən ancaq keşniş şüd əlavə etdim. Ancaq buna baxmayaraq yenə də çox gözəl dadlı alındı. Hazırlayın siz də və nuş edin. Sağ olun, sağlıqla qalın. Mütləq gələn videolarımı izləmədə olun.